Deməli dostlar, heykəltaraşlıq mətnini oxudum. Düşünürəm ki, bu mətn biraz çətindir həqiqətən. Çünki digər zonalarda, məsələn, bundan öncəki zonada olan mətn suallarından bunların arasında əməllicə fərq var. Bu suallar çətindir. Deyim, bu şeylərə diqqət eləməlidir. Baxaq. Yəni bu mətn əməlli çətin mətndir deyə düşünürəm. Çünki məlumat çoxluğu var. Mətn ancaq məlumatdır, hər yeri. Düzgünü tap deyir. Məhəmməd Füzulinin abidəsi 6 metrlik ucaldılıb və bu düzdür. Düzdür, amma qabağına səhv yazıb demək olmaz. Füzulinin heykəlini Elçin Şamilov və Ömər Eldarov. Bax, adamın yadından çıxır. Elçin Şamilov yox. Şamilov ümumiyyətcə burada bir şey yox idi. Tokay Məmmədov idi. Bu səhvdir. Qabağında da doğru yazıb deməli olmaz. Tokay Məmmədov və Ömər Eldarov yeganə heykəltaraşlar olublar. Bu səhv fikirdir. Burada da yazır ki, Şamilov da var. Deməli, səhvin qabağında səhv yazıbsa doğru cavabdır. C. Digərlərinə baxmağa ehtiyac yoxdur. Yenə deyirəm, ola bilsin ki, bax gözümdən qaçan nəsə olur. Yorumlarda, şərhlərdə yazın. Səhv varsa düzəldək, yoxsa müzakirə edə bilərik. Nəticə hissəsi ilə tamamlamaq olmaz. Nəticə hissəsinə baxaq. Yazır ki, burada heykəltaraşlığı 20-ci əsrin ənənələrindən bəhrələnərək yeni formalar axtarır. Həm yeni forma, həm köhnəkisi bərabər olacaq onda. Baxaq. Azərbaycan müasir dövrün tələblərinə uyğun olaraq yenilənməkdədir. Bu məncə cavab ola bilər. Bu axtarışlar heykəltaraşın müasir üslubları və bu axtarış ola bilsin. Beləliklə incəsənətin bu davam etdirir. Bu düz dəqiq. Bu sahə ildən ilə yeni ideyalarla ola bilər. Yəni zənginləşir demək olar. Bununla da heykəltaraşımız qədim ənənələrə sədaqətini saxlayır. Bu tam düzdür. Müasir dövrün tələbləri deyir. Bu biraz çaşdırır sanki. Bu suala bir dənə də baxarıq. Məncə cavab A-dır. Yəni burada tam düz gəlmir. Baxaq. Mətnə əsasən yanlış fikri müəyyənləşdirin. Bakıcı ucaldıran dahi sənətkarın Nizami və Füzulinin postamenti eyni ölçüdədir. Bir dəqiqə baxaq buradan. Nizaminin postamenti eyni ölçüdə idimi? 9 metr budur. Füzuli haradaydı? Füzulinin 6 metrlik. Bax bu səhvdir artıq. Nə yaxşı cavabı A qoyublar, bir də əziyyətə düşmədik. A variantı. Altından xətt çəkilmiş məcazi və ya həqiqi olduğunu tapın. Deməli, baxaq altından xətt çəkilmiş nədir? Həqiqidir, məcazidirmi? Nədir? Bir dəqiqə. Əsəbləşməyin. Bu yerindədir. Altından muzeydə saxlanılır deyilirsə, bu gerçək mənada saxlanmaqdır. Yazacağıq. Həqiqi mənadadır. Bu getdi, bu da getdi, bu da getdi. Həqiqi mənadadır. Fərqli işlədiriksə, burada məcazini axtarmalıyıq. O əhəmiyyətli özündə saxlayır. Bu tam eyni mənadır. Bu da həqiqidirsə, bu da olmaz. Avtomatik D olacaq. D-də nədir? İnsanı güclü saxlayır. Bəli, budur. Cavabımız D variantı. Mətndə hansı suala cavab yoxdur? Yaradıcılığına xas olan Cabbar Qaryağdıoğlu 2 şey var idi burada, səhv eləmirəmsə. Monumental, bir də haradaydı o? Cabbar Qaryağdıoğlu monumental, dekorativ yəni. Yəni var bu. 70-90-cı ildə hansı burada yazır? Kiçik plastikada uğurlar var. Deməli, Gəncə şəhərində heykəl üzərində yaradıcılıq işləri. Bunu saxlayıram. Məmmədov, Şamilov hansı yeniliklər gətiriblər? Baxaq, bunlar nə yenilik? Yeniliklər gətirən sənətkarımız diqqəti cəlb eləyir. Burada hansı yenilik var ki? Burada nə deyir? Yeniliklər var sadəcə. Bir dən baxım, inkişafı. İstedadlı sənətkarın Tokay Eldar başqa fəaliyyəti diqqəti cəlb edir.
birlikdə en gözəl əsərlərindən biridir. Sanki bu şair onun təbiətindən xəbər verir. Məncə görə cavab bu olacaq ki, yeniliklərin nə olduğu deyilmir. Nizami hekayənin üzərində də konkret iş yoxdur. Bu sual iki cür düşünülə bilər. Məncə bu sual biraz qəribədir. Bircə yaradıcılıq da elə burada da yazırdı. Bu iki nəfər idi. 52-yə baxaq. Fuad Əbdürrəhmanov və Cəlal Qaryağdı. Bunların ortaq xüsusiyyəti heç birinə yaza bilmərik. Bəsitdir ki bu. Məhəmməd Füzuli bunları yaratmamışdı ki. Füzuli hanı bu dəqiqə? Füzuli. Baxaq. Mən görmürəm burada. Yoxdur. Heç daha düşünməyə də gərək yoxdur. Bu qədər rahat. Tünd qara hərflər və verilmiş sözlər. Əzəmətli burada monumentaldır. Belə yazaq. Sonra faydalanmaq. Buradakı bir söz var idi. Bəhrələnmək. Deməli bu da olmaz. Sonra bir nəzəriyyəni kütlə arasında yaymaq. Burada nə var? Təbliğ eləmək. Təbliğat. Bu da var. Deməli bu da olmaz. İnsan, heyvan. Bu da fiqurdur da. Bəsit sualdır əslində. Fiqur. Cavabımız bu nədir? Bədənlə incə ritmik hərəkətlər. Heç əlaqəsi yoxdur. Mətnin hansı əsas hissəsinə deyil? Baxaq. Tanınmış insanların heykəlləri, fikrə dalmış şair, əcnəbi sənətkar. Bu elə giriş hissədəydi. Ona görə bu olmayacaq. Baxaq açıq suallara. Həmin dövrdə həm yüksək estetik dəyəri və sənətkarlıq bacarığa malik idi. Buna görə də müasir dövrə gəlib çatmışdır. Bu çoxsunda var ki. Ziddir deyir. Yəni əksdir. Birinci abzat. Bu qədər rahat. Yazırıq ki, bu sual xoşuma gəldi. Niyə sizlər üçün asandır? Hansı işarət? Birinci abzas. Niyə? Bax, üçbucağı çəkdim. Deyirsən ki, onlar xaricilər olduğu üçün, mən başqa cür deyirəm, tam baxım deyim yaxşı buradan. Deməli, bu dövrdəki əsərlər müxtəlif ölkələrdən gəlmiş heykəltaraşlar idilər və onlar təbliğat xarakterli daşıdığı üçün uzun ömürlü deyildi. Eyni ilə mən dediyim kimi məcbur deyilsiniz deməyə, fikirləri dəyişib yaza bilərsiniz. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasında və gələcək nəslin mühüm bir vasitədir. Mətnin üstünlüdür. Bəli, bax yazırıq ki, şəxsiyyətlər kimdir? Nizaminin, sonra Füzulinin, niyə belə yazılır bu? Füzuli və Sabirin əsərlərini yazmışdılar. Daha doğrusu nədir? Gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir. Yəni belə deyək də, burada kimlərin var idi? Bax deyək ki, Füzulini elə çəkmişdilər, sonra deyirik Sabiri belə çəkiblər, üçünü də deyirik Nizamini və onlar nə qədər böyük şəxsiyyət olduğunu bilmək üçün, bizə bildirmək üçün, dəyərli şəxs olmaq üçün, yəni bu ənənələrin qorunub saxlanması üçün keçmişdə bu dəyərli heykəltaraşlar, yəni bu əsərləri yaratmışdılar. Yəni öz fikirlərinizi yazacaqsınız. İnşallah ki, problem olmadan qiymət verəcəklər. Məsələn, Həzi Aslanovun abidəsi. Yəni hələ də onlar qorunub saxlanırlar. Bir dənə də suala baxım, unutdum artıq. Mühüm bir vasitədir. Yəni onlar çəkiblər, biz də hal-hazırda görürük və dəyərli şəxslərimizi tanıyırıq. Bu tipli şeylər deyə bilərsiniz. Kanala abunə olmağı unutmayın dostlar. Səhvlərim olacaqsa şərhlərdə qeyd edəcəm. Çünki çox tez izah elədim. Bax 9 dəqiqəyə mətnin artıq izahını bitirdim. Oxumağı da saxlayıb oxumuşdum əvvəldən.